Selamun Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayım. Bugün yine de gaz kaçağı. Gaz kaçağı problemi esasen usta ile bağlı olan bir mesele olur. Biz bunu defalarla demişik ve yine de tekrar edirik ki bir ustanın görebileceği işlerin içerisinde bu valsovkaya dikkat yetirmesidir. Yani en keyfiyetli bir valsovkanı etmesi lazım. Ama biz yerine gelip çıktıktan sonra gördük ki usta 40 santim uzunluğunda bir boru işletmiş ve üstelik de bu borunun valsovkalarını çok berbat bir vəziyyətdə eləmiş. Nəticədə təzə bir kondisioner artıq faktiki olarak yararsız bir vəziyyətə gətirilmişdi. İnşallah biz cəhd edəcəyik. Çünki uzun müddət kondisioner yağsız, qazsız işləyib. Biz indi bu kondisioner işləyib işləməməyini bilmirik. Çünki onun işləyib işləməməyini birinci növbədə Allah bilir. Sonra isə inşallah biz qazı vurduqdan sonra biləcəyik. Hörmətli izləyicilərimiz, biz indi valsovkalara baxırıq. Çalışacağıq ki, valsovkanı yaxından göstərə bilək. Nə qədər imkan varsa, amma təbii ki bizim telefonumuz da iPhone değil. Amma yəni görünən odur ki, bu ümumiyyətlə bərbad bir vəziyyətdədir. Burada 2 mm cəmsi valsovka var. Eyni zamanda bu demək böyük kondisioner olduğuna göre, borular da 5-8 olduğuna göre, 16'lık olduğuna göre buna daha büyük bir güclə sıxmaq lazım idi. Bunu etməmiş. Şimdi biz inşallah bunu edəndən sonra deməli hava vurub yoxlayacaq. Bəli, hörmətli izləyicilərimiz, valsovkalar təzələndi. Biz özümüzün həmişə gələndə 410 balonun içərisində 35 bar təzyiq gətirir və bununla tapmaq çox rahat olur. İndi demək manometrimizlə vurduq. Hələ ki qazın soyulması veya qızması hadisəsi baş verir. Əgər evin içi istidirsə təbii ki qaz qızacaq. İndi gördüyünüz kimi təzyiq qalxır. İndi biz bağlayırıq və bundan sonra deməli 5 dəqiqə keçəndən sonra biz deməli burada play düyməsini basdıqdan sonra təxminən yarım saat gözləyəcəyik. Bəli, hörmətli tamaşaçılar, dediyimiz kimi demək indi play düyməsini basırıq. Gördüyümüz kimi play düyməsini basandan sonra orada bir yanıb sönmə hadisəsi baş verir. Yəni artıq sayım başladı və bundan sonra təxminən bir yarım saat gözlədikdən sonra, yarım saat samavar çayı içdikdən sonra biz təbii ki vakumlayıb qaz vuracaq. Bəli, hörmətli tamaşaçılar, artıq biz play bastıq. İndi isə yarım saatımızı gözləyirik. Qeyd etmək lazımdır ki, iç hissədə olan həcm təxminən yarım litr, ola bilsin 800 qrama qədər ola bilər. Yəni, orada çox az bir hava var. Bu səbəbdən yüksək təzyiq vurulduqda istər-istəməz o özünü göstərəcək. Xüsusilə də qeyd etmək lazımdır ki, bu manometrlə barın %1'ini görkədir. Yəni, biz bilirik ki, bizim əqrəblə olan deməli manometrlərimizdə biz yalnız bir barı görürük və həddindən artıq həssas gözlərimiz olmalıdır ki, orada düşüşü bilir. Burada isə buna ehtiyac yoxdur. Sadəcə olaraq play basırıq və təxminən yarım saat gözləyirik. İndi biz çay mərasiminə başlamışıq. Biz təşəkkürümüzü bildiririk müştərimizə ki, bizə belə bir böyük bir hörmət göstərdi, bizə samavar çayı dəmlədi. Eyni zamanda qeyd etmək istəyirdik ki, bu çay mərasimi ümumiyyətlə bu prosedurun olmazsa olmazıdır. Sizin yarım saat müştərinin evində olub, kondisionerin işləməsini, onun digər problemlərini yoxlamanız daha uyğundur. Nəinki tez bir zamanda gedib və bundan sonra sizin müştərinin evində hər hansı bir problem olanda geri qayıtmalısınız. Eyni zamanda qeyd etmək lazımdır ki, biz videonun əvvəlində də dedik ki, bir kondisionerdə qaz qaçağının olma ehtimalının hardasa 90%-nə qədər usta səhvləri uzbatından baş verir. Ya turbanı qırırlar, borunu qırırlar, ya valsovkanı edərkən həddindən artıq keyfiyyətsiz valsovkanı edirlər. Biz indi ekranda həmən edilmiş valsovkaları görürük və gördüyünüz kimi çox bərbad vəziyyətdə edilmiş şeydir. Valsovkalardır, hafşalardır. Müştərinin dediyinə görə gələn usta yani profesyonel olmayıb, biz dalıyla danışmıyor, profesyonel olmayıb. Qeyd etmək lazımdır ki, əslinə qalsa sıradan bir vətəndaşa bir neçə dəfə bu valsovka öyrədildikdən sonra çox gözəl edə bilər.
Sadece olarak güzel instrumentin olması da şart. Biz indi çayımızı içmeye devam edeceğiz. Bundan sonra videomuza devam edeceğiz. Əziz və hörmətli tamaşaçılarımız, izləyicilərimiz, deməli 56 dəqiqə gözlədik və orada gördüyümüz kimi delta peyimiz 0,2 bardır. Yəni bu icazə verilən bir enişdir, çünki hava otağın içərisində qapı açılanda soyuyur. Gördüyünüz kimi indi 20-21 oldu. Yəni bu çox həssas bir cihaz olduğuna görə, hətta qapının açılması, evdə işığın yandırılması belə burada özünü görkəzir. İndi biz artıq 100% inandıq ki, artıq deməli bizim gördüyümüz kimi qaz qaçağı valsovkalardan idi və bu səbəbdən də artıq indi havaya buraxırıq, vurduğumuz havanı buraxırıq və bundan sonra vakuumlama əməliyyatına başlayacaq. Biz maraqlı bir şey də qeyd etmək istəyirik ki, burada olan deməli rezin yüksək təzyiqi açan zaman dərhal bayra tullanır və bu səbəbdən də biz bu Schrader klapanını ora bağlayıb bundan sonra açırıq. Demək ki, hörmətli deməli izləyicilərimiz, hörmətli kollegalarım, siz qaz qaçağı axtaranda əlbəttə ki, kondisionerin içində qaz varsa, dərhal bu kranlar bağlanmalıdır. Çünki əgər içində qaz varsa, deməli ki, biz bu kranları bağladığımız təqdirdə artıq biz yalnız bu hissəni yoxlayacaq. Və bunun üstünlüyü nədir? Biz indi manometr qoşuluq və açıqdır. Bunun içərisində olan qazı buraxacaq. Çünki çox az bir şeydir. Və gördüyünüz kimi qaz sistemi getdi. Dolayısıyla içəridə olan hava demək, qovulacaq və içəridə yalnız freon olacaq. Bütün bunlara baxmayaraq, freonun miqdarının kondisionerin içərisində zavod göstəricilərinə uyğun formada olması üçün biz tərəzi ilə vuracaq əlbəttə ki və içindəki freon da vakuumla uzaqlaşdırılacaq. Çünki əgər içində freon varsa, biz onun içərisində nə qədər freon vurduğumuzu bilməyəcəyik, dəqiq bilməyəcəyik. Bu səbəbdən də biz deməli bu formada bir üsula baş vururuq. Kondisioner ustasının olmazsa olmaz cihazlarından biri vakuum pompasıdır və bu pompa içəridə olan həm havanı, həm nəmi bayıra atmağa imkan verir. Bu manometrdə ümumiyyətlə başqa bir daha bir funksiya var, çox maraqlı funksiyadır. Yəni vakuumlama əməliyyatına başlayanda burada deməli kran bağlı olur. Vakuum cihazını qoşduqdan sonra kran açılır və burada edilən vakuumun səviyyəsi görkəzilir. Hal-hazırda gördüyünüz kimi 84%'dir. Yəni orada 100%'e qədər olanda artıq vakuum edilmiş sayılacaqdır. Bəli, hörmətli izləyicilərimiz, göründüyü kimi artıq burada vakuumun 100% edildiyi görkənir. Biz də inşallah indi qaz vurma əməliyyatına başlayırıq. Bəli, hörmətli tamaşaçılar, deməli kondisioneri vakuumladıq, indi isə qaz vurma. Bəs bu kondisionerə nə qədər qaz gedir? Bu kondisioner 1 kilo 690 qram R410 freonu gedir. Biz nə qədər varacaq? Məsələ burasındadır ki, indi bizim operatorumuz görkəzəcək. Burada cəmisi 40 cm uzunluğunda bir borudan istifadə olunur. Və biz bilirik ki, kondisioner gələrkən onun içərisində olan freon 5 metrə boruya hesablanmışdır. O zaman belə bir sual ortalansın. Biz bunun içərisinə nə qədər qaz vurmalıyıq? Yəni nə qədər azaltmalıyıq? Bu boru biri deməli 3-8, yəni 10'luq, digəri isə 16'lıq boru olduğuna görə burada təxminən 20 qram hər bir metrəyə qaz vurulur. Bu da üst-üstə gələndə 5 metrə üçün 100 qram edir. Deməli 1 kilo 690 əvəzinə 1 kilo 590, yəni 1 kilo 700 qram, 1 kilo 600 qram qaz vurulacaqdır. Bəli, hörmətli tamaşaçılar, həmişə dediyimiz kimi indi də 10 dəqiqə keçdikdən sonra biz onun göstəricilərini yoxlayırıq. 9'dan %27 amperdir, 222 volt gərginliyi girir. Burada isə manometrimiz görək nə göstərir. Təbii ki 410 qazıdır və burada deməli nə kimi göstəricilər var? Qayıdış
təzyiqimiz 7,59 bar. Qaynama hal-hazırda kondisionerin içində 2,1 dərəcədə gedir. 2 dərəcədə gedir. Qayıdış borsunun temperaturu isə 3,4-3,5 dərəcədir. Yəni burada aşırı isinmə 1,4 dərəcədir. Baxmayaraq ki, biz kondisionerin içərisində qazı normal vurmuşuq. Əlbəttə ki, havanın temperaturu çox böyük önəmi var. Bu temperaturda adətən kondisionerlər işlədilmir. Yəni havanın temperaturu təxminən 22-23 dərəcədir. Əsasən kondisionerlər 30 dərəcədən sonra işlədilir. Biz bunu imitasiya etmək üçün, yəni kondisionerin arxasına bir qədər dəsmal atdıq ki, bir qədər təzyiq qalxsın. Çünki başqa bir variantımız yox idi. Və indi biz delta testini yoxlayacağıq. Hörmətli izləyicilərimiz, hər dəfə biz kondisioneri təmiri qutarandan sonra onun delta testini yoxlayırıq. Yəni içəriyə girən hava ilə içəridən çıxan havanın arasındakı fərqi. Biz də deyirdik ki, bir kondisionerdə bu delta T təxminən 15 plus-minus 1 dərəcə ortalama olur. İndi ən böyük sürəti qoymuşuq, onu da nəzərə almaq lazımdır. Giriş 22,5, çıxış 7,8, bu da təxminən 14,7 dərəcə edir. Hörmətli izləyicilərimiz, deməli, kondisioner tamamilə yoxlandı, delta testi yoxlandı, qayıdış təzyiqi yoxlandı. Biz deməli, gördüyünüz kimi 29 bara yaxın təzyiq vurub, iç hissəsini yoxladıq və vaçovkanı təbii ki, etdikdən sonra yoxladıq və görəndə ki, artıq heç bir problem yoxdur. Təbii ki, qazını da vurdu və qazla vuranda, bayaq da dediyimiz kimi, turbanın boyunun qısa olduğunu nəzərə alıb, onun uzunluğunu nəzərə alıb, yəni 100 qram əsik vurdu. Çünki 100 qram əsik olmağı onun zavod göstəricilərinə uyğun olmağı deməkdir. Çünki zavod onun içərisində qazı vuranda 5 metrə borunu nəzərə alıb vurur. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər bizə lütfən müraciət etsinlər. Biz də onu Allah rızası sizə göndərək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkət.